Salam uşaqlar. Bugünkü dərsimiz yeni 5-ci sinif dərsliyinin növbət dərsi olan Unit 6 Lesson 1 bölmə 6 dərs 1 Vocabulary in Context kontekstdə vocabulary dərsidir. İndi biz hələlik bunu kənara qoyaq və dərsimizə baxaq. Uşaqlar, siz bunu daha yaxşı görəsiniz. İndi mən yaxınlaşdıracağam. İlk öncə biz bu arada uşaqlar, dərsə başlamadan öncə sizə səsimə görə üzr istəyirəm. Mən biraz xəstəyəm və səsim pis ola bilər. Çünki mən bunu videolarıma deməyimə baxmayaraq bəzən kommentlərdə səsin necə pisdir şəklində şərhlər oxuyuram və bunu başdan bildirmək istəyirəm. İndi isə gəlin tapşırığımıza keçək. Deyir ki, look at the Olivia's schedule and listen. Deyir, Olivia'nın cədvəlinə baxın və dinləyin. Olivia'nın sevimli dərsi nədir? Uşaqlar, Olivia'nın cədvəli burdur. Sizdə bu yazılar indi boşluqla doludur. Mən bilirəm, onu nə edəcəksiniz? Dinlərkən dolduracaqsınız. İndi gəlin ilk öncə dinləməni dinləyək və onun sevimli dərsinə tapaq. Gəlin dinləməni dinləyək. İndi isə dinləməni qoşuram. I hate Monday. It's the first school day. And I have 2 PE classes, and then I have science, and then 2 geography classes from 12:30 to 2:45, and then Spanish. Tuesday is okay. I have 2 art classes from 8:10 to 10:25. Then after the break, I have English. After lunch, I have more English, and finally, 2 history classes. I like history. I love Wednesday. I have my favorite subject, math, for the first 2 classes, and then music after the break. After lunch, I have science at 12:30, and then 2 classes of computer science. That's fun. Bəli uşaqlar, dinləməni dinlədik. İndi isə gəlin dinləmədəki audio skripti oxuyaq, görək bu nədir. Unutmayın ki, bu audio skript yalnızca English Arzus Dream kanalındadır, çünki heç bir yerdə yoxdur. Mən özüm yazmışam dinləyərək. İndi həmin o bunu qoyuram, gəlin tərcümə eləyək. Daxil olun. Gözləyin uşaqlar, mikrofonu daxın bura. Aha, bu şəkildə görməyinizi istəyirəm. İndi isə sizə tərcümə eləməyə başlayıram. Aha, gəlin başlayaq. I hate Monday. Mən birinci gündən nifrət edirəm. Sonra isə deyir ki, it is the first school day. Bu ilk məktəb günüdür. And I have 2 PE classes. Və mənim 2 dənə PE classes, yəni fizik tərbiyə dərsim var. Physical education deməkdir açması. And then I have a science and then 2 geography classes. Sonra mənim science, elm və yaxud həyat bilgisi dərsim və then 2 geography classes. Sonra isə 2 coğrafiya dərsim var deyir uşaqlar. Ondan sonra isə from 12:30 from 2:45 deyir 12:30-dan, yəni 2:45-ə kimi mənim 2 dənə coğrafiya dərsim var. Ondan sonra isə Spanish deyir və uşaqlar həmin bu dediyi cədvəl, bir dəqiqə bunu qoyun bu bir tərəfə. Həmin bunun dediyi cədvəl uşaqlar buradadır. Gördüyünüz kimi demişdi ki, mən birinci gündən nifrət edirəm. Niyə? Çünki 2 dənə fiziki tərbiyə dərsi var. Ondan sonra demişdi ki, fasilədən sonra həyat bilgisi var. Ondan sonra isə 2 dənə coğrafiya olduğunu demişdi və dediyi saatlar da burada tutur. Ondan sonra isə sonda Spanish demişdi və sonuncuya da bura biz Spanish yazmalıyıq. İndi gəlin fiziki tərbiyəyə olan günə, yəni 2-ci günə baxaq uşaqlar. Ondan sonra isə Tuesday-yə baxırıq sizlə. Tuesday-də bizə nə demək istəyir?
Tuesday is okay. Tuesday yaxşıdır. I have two art classes. Mənim 2 dənə rəsm dərsim var. From 8:10 to 10:25. 9-10 dəqiqə işləmişdən, demək olar ki, hardasa 11-in yarısına 5 dəqiqə qalmışa kimi mənim rəsm dərsim var. Then after the break, sonra fasilədən sonra isə I have English. Mənim ingilis dərsim var. Ondan sonra isə deyir ki, after lunch, deyir nahardan sonra I have more English və mənim 2 dənə ingilis dilim var. And finally və nəhayət two history classes və sonra 2 dənə tarix dərsim var. I like history. Mən tarixi sevirəm. İndi isə gəlin uşaqlar həmin o ikinci günə nəzər yetirək sizlə bərabər. Burada demişdik ki, ikinci gündə bizə deyirdi ki, mənim 2 dənə rəsm dərsim var. Ondan sonra bir dənə fasilədən sonra ingilis dili, nahardan sonra daha çox ingilis dili, yəni bir dənə də ingilis dili, ondan sonra isə nəhayət 2 dənə tarix dərsi olduğunu vurğulamışdı. İndi isə gəlin uşaqlar 3-cü günə baxaq. Ümid edirəm 3-cü günü görürsüz buradan. Həqiqə baxım görüm 3-cü gün görünür. 3-cü gün bəli burada görünür. Aha. 3-cü gündə isə deyirdi uşaqlar. I love Wednesday. Mən 3-cü günü sevirəm. I have my favorite subject. Artıq bizim sualın cavabını burada deyir uşaqlar. Deyir I have deyir ki burada nə? I have my favorite subject. Mənim sevimli fənnim var. Math, riyaziyyat. For the first two class. İlk 2 dərs mənim sevimli dərsim var. And then və sonra music, sonra musiqi after the break. Fasilədən sonra isə musiqi var. After lunch, lunchdan sonra, yəni nahardan sonra isə I have science at 12:30 and then two classes of computer science. Deyir ki, mənim 12:30-a kimi I have science 12:30-da elm və yoxsa bilgisi dərsim var. Sonra 2 dənə kompüter biliklərinə aid dərsimiz var. That is one. Bu əyləncəli şəklində vurğulayır uşaqlar. İndi biz bunu çəkək və həmin o günə nəzər yetirək. 3-cü günə baxırıq uşaqlar sizlərlə. Deməli 2 dənə ən sevdiyi dərs riyaziyyat, fasilədən sonra musiqi, ondan sonra isə nahardan sonra isə həyat bilgisi və 2 dənə kompüter, yəni informatika deyə bilər. İnformatika dərsi var uşaqlar. İnformatika dərsi var. Bu şəkildədir və biz həmçinin birinci tapşırığın cavabın, onun ən sevdiyi dərs tapşırığının cavabını, riyaziyyat olduğunu verdik, həm də ikinci tapşırıq etmiş olduq. İndi isə gəlin sizlərlə 3-cü tapşırığa baxaq. Dinləmə dinləyəcəyik və hansı fənə aid olduğunu baxacağıq. Gəlin indi sizə həmin o dinləməni qoşun və dinlədim. 1. 2 plus 2 equals 4. Uşaqlar, bu cür dinləməni dayandıra göstərəcəm. Dedi ki, 2 plus 2 equals 4. 2 üzərinə gəlsin. 2 bərabərdir 4 dedi. Deməli, bu nədir uşaqlar? Deməli, bu riyaziyyatdır. İndi cədvələ baxıb, həmin onun gününü tapmalıyıq. Gəlin baxaq cədvələ, görək riyaziyyat hansı gün idi? Riyaziyyat 3-cü gün idi. Ona görə nə yazmışıq uşaqlar bura? Riyaziyyata Wednesday 3-cü gün yazmışıq. Gəlin ondan sonra davamını dinləyək. Görək davamında nə deyir? Two. Deməli uşaqlar, burada gördüyünüz kimi davamında nə deyirdi? Davamında musiqi səsləri eşidirdik. Deməli bu hansı fənin dərsidir? Bu musiqinin dərsidir. Musiqi hansı gündür uşaqlar? Cədvələ baxsaq, musiqinin də elə 3-cü gün olduğunu görə bilərik. Musiqi burdadır və bu isə 3-cü gündədir uşaqlar. Gəlin davam edək. İndi görək ondan sonra hansı fəni bizə göstərəcək. 3. Hello. How are you? 4. Hola. Deməli uşaqlar, 3-cüdə nə idi? 3-cüdə salam dedi. Hello, how are you dedi. Bu hansı dərsə aiddir? Bu ingilis dili dərsinə aiddir. İngilis dili isə hansı gündür? İngilis dili 2-ci gündür. Cədvəldə sizə göstərim. Gördüyünüz kimi ingilis dili 2-ci gün buradadır. Ondan sonra isə biz hola eşitdik. Yəni onun davamını eşidək.
¿Cómo estás? Gördüyünüz kimi biz burada nə eşitdik? Hola, como estás eşitdik. Düzgün tələffüz edə bildimsə, bu nədir uşaqlar? Bu İspan dilinə aiddir və deməli ondan sonra İspan dili var, yəni Spanish. Cədvələ baxanda Spanish'in Monday birinci gündə, Spanish ən axırıncı saat İspan dili dərsi olduğunu görürük. Ondan sonra isə növbətçisini dinləyək. 5. Bəli uşaqlar, burada isə biz top səsləri eşitdik və bu top səsləri fizik tərbiyə dərsinə aiddir və bunu hamı bilir. Fizik tərbiyə dərsi isə uşaqlar birinci gün ilk 2 saat idi. Cədvələ baxsanız görə bilərsiniz. Birinci gün ilk 2 saat fizik tərbiyə dərsi idi. Ona görə buraya isə Monday yazırıq. Beləliklə biz bu səhifəni bitirmiş olduq. İndi isə gəlin buradakı cədvələ baxaq. Bilməm bunu. Buradakı cədvəli uşaqlar siz özünüz tamamlamalısınız. Dəqiqə. Burada emojilər görürsünüz. Məsələn, burada deyir ki, maths, riyaziyyat. Onu necə xoşlayırsınız? Lap xoşlayırsınız. Məsələn, biri var xoşlamaq, biri var sevmək, biri var bəyənməmək, xoşlamamaq, biri var isə nifrət eləmək. Məsələn, mən riyaziyyatı nə edirəm? Mən riyaziyyatı xoşlayıram. Art, rəsm, onu da xoşlayıram. History, tarix, onu sevirəm. Tarix, love, yəni daha çox sevirəm. Physical education, mən physical education'ı sevmirəm, don't like. Geography, coğrafiya, coğrafiyanı xoşlayıram, like. Ondan sonra isə science, həyat bilgisi. İndi bəzən siz həyat bilgisi əvəzinə təbiət keçirsiniz. Həyat bilgisini xoşlayıram, like. Ondan sonra musiqi dərsi, musiqi dərsini də xoşlayıram, like. Spanish İspan dərsi heç keçmirəm. Onu don't like deyim. English isə nə edirəm uşaqlar? İngiliscə kanalım belə varsa, demək mən nə edirəm? Love, sevirəm. İndi isə uşaqlar, burada my partner və mənim partnerimi yazmalıyam. Mənim isə partnerim yorumlarda siz olun. Bu fənləri alt-alta yazın. Hansı fənləri sevib sevmədiyinizi mənə vurğulayın uşaqlar. Deməli, əsas 5-ci tapşırıqda keçməzdən öncə sizə bir şey demək istəyirəm. Mən WhatsApp-da belə bir kanal açmışam. O 20 izləyicini keçəndən sonra mən orada hər gün testlər, izahlar paylaşacağam. Həmin o kanalın linkinə topluluqdan baxa bilərsiniz. Hətta bura mən bir dəqiqəlik video qoyuram. O kanala necə daxil olmaq olar. Həmin o videonu bir dənə izləyin. Bəli uşaqlar, burada kanalın bu şəkildə eləyəndə postlar hissəsinə gəlirsiniz. Postlar hissəsinə daxil olaraq mavi linkə vurursunuz. Orada kanala baxın yazıb. Burada girib bu hissədə belə bir şey yerdə kanalı follow edin yazılır. Oradan follow edərək buradakı məlumatlardan xəbərdar ola bilərsiniz. İndi isə mən kanalın linkini burada sizə açıqlamalar hissəsində yerləşdirəcəm. Məsələn, burada mənim belə bir videom var. Orada daxil olaraq burada əlavə yerində açıqlamalar hissəsində həmin o link olacaq. Bu videonun açıqlamalar hissəsində belə bir şey yoxdur. Görüm hansı videonu qoymuşam. Məsələn, bu belə bir videom var. Bu da 5-ci sinifdir bu arada. Burada qoymamışam. Yəni ümumiyyətcə belə bir daxil olsanız, orada açıqlamalar hissəsində tapacaqsınız, yəni həmin o linki. Burada heç nə yoxdur, amma həmin o videoların burada qeyd edilən insanlar hissəsində həmin o yerdə link olacaq. Oradan girib daxil ola bilərsiniz. Bəli uşaqlar, ümid edirəm izlədiniz. Həmin o videonun linkini yorumlarda sabitlənəndə qoyaram. Həmçinin açıqlama hissəsində də qoyaram videonu. Orada necə daxil olarsınız. Bu videoda sizə öyrətdim onsuz. Həmin oradan daxil ola bilərsiniz. Ondan sonra həmin o kanalda hansı mövzular görmək istəyirsinizsə, şərhlər, kommentlər bölməsində yazmağı bildirməyi unutmayın. Məsələn, present simple-a aid, have got, has got-a aid, daha çox necə testlər görmək istəyirsinizsə, daha çox hansınızın yorumu layiqatsa, elə ilk o mövzudan başlayaram uşaqlar. Ondan sonra isə 5-ci tapşırığımıza keçək. Biz 5-ci tapşırığımızda love, like, don't like və hate sözlərindən istifadə edərək fənləri puanlayacağıq. Fənləri özümüzə görə eləyəcəyik. Burada hər kəsin fikri dəyişir. Ona görə burada biz şəkillərə görə baxıb qərar verəcəyik. Uşaqlar, görürsünüz ki, burada 2 dənə emoji var və sad, qəmgin emoji var. Deməli, o nə edir? Onu sevmir, hate. Yazacağıq ki, you hate, o necə
physical education'ı xoşlamır. Ondan sonra isə biz üçüncüyə baxacağıq. Üçüncüdə gördüyünüz kimi bu şəkildə. Yəni bu şəkildə çox da belə nifrət edəcək dərəcədə deyil, amma xoşlamır. I don't like art. Ondan sonra isə burada baxırıq ki, gülürlər uşaqlar və piano çalırlar. Bir dənə var. Deməli onlar xoşlayırlar. We like music. Ondan sonra isə yenə bir dənə gəmcin emojisi var. You don't like geography. Görürsüz ki, zülmlə oxuyur. Yəni xoşlamır. Həvəslə oxumur. Deməli o nə eləyir? O coğrafiyanı sevmir uşaqlar. Beləliklə biz bugünkü dərsimizin sonuna gəlirik və əgər videomu bəyəndinizsə, kanalıma abunə olmağı, like atmağı unutmayın. Əgər videonu sona kimi izlədinizsə, yorumlarda bildirməyi də unutmayın. Sağ olun, salamat qalın. Növbəti dərslərimizdə görüşənədək artıq 5-ci sinif videoları ardıcıl şəkildə gələcək. Xəstə idim deyə ardıcıl atmırdım. Hardasa bir həftədə 2 dəfə, 3 dəfə 5-ci sinif videosu yerləşdirməyi düşünürəm. Heç bir xəstəlik falan olmasa inşallah bu şəkildə ardıcıl davam edəcəyik. Sağ olun. Bəli uşaqlar, burada kanalın bu şəkildə eləyəndə postlar hissəsinə gəlirsiniz. Postlar hissəsinə daxil olaraq mavi linkə vurursunuz. Orada kanala baxın yazıb. Burada girib bu hissədə belə bir şey yerdə kanalı follow edin yazılır. Oradan follow edərək buradakı məlumatlardan xəbərdar ola bilərsiniz. İndi isə mən kanalın linkini burada sizə açıqlamalar hissəsində yerləşdirəcəm. Məsələn, burada mənim belə bir videom var. Ora daxil olaraq burada əlavə yerində açıqlamalar hissəsində həmin o link olacaq. Bu videonun açıqlamalar hissəsində belə bir şey yoxdur. Görüm hansı videonu qoymuşam. Məsələn, bu belə bir videom var. Bu da 5-ci sinifdir bu arada. Burada qoymamışam. Yəni ümumiyyətcə belə bir daxil olsanız, orada açıqlamalar hissəsində tapacaqsınız, yəni həmin o linki. Burada heç nə yoxdur, amma həmin o videoların burada qeyd edilən insanlar hissəsində həmin o yerdə link olacaq. Oradan girib daxil ola bilərsiniz. Yeni 5-ci sinif ingilis dili bölmə 6 dərs 3 səhifə 69 dildə, kontekstdə dil. İndi isə gəlin uşaqlar, çox uzatmadan dərsimizə keçək. Deməli, bugünkü dərsimizin qrammatika üzərindədir və bugünkü dərsimizin qrammatikası present simple-dır uşaqlar. İndi mən sizə present simple-ın qaydasını başa salacağam. Və present simple-ın düsturu indi sizə burada təqdim edirəm. Bu gördüyünüz present simple-ın düsturudur. Gəlin görək bu düstur nədən ibarətdir. Deməli uşaqlar, present simple-ın düsturunda deməli birinci S görürük. Bu S nədir? Subject deməkdir və mübtədəyə bərabərdir. Onun üzərinə verb 1 görürük. Bu verb 1 feilin 4 forması var. Bu isə birinci formasıdır. Yəni məstərsiz, yəni to read. Bu nəzərdə tuturuq burada və verb isə feil deməkdir. Və bu düsturda subject plus verb 1 düsturunda mübtədam aya, yuya, viyə, deyə bərabərdir. Amma subject plus verb 1 plus s, yes, I, yes düsturunda isə mübtədam hiyə, şiyə, itə bərabərdir. Bunu unutmayaq. Deməli uşaqlar, bizim mübtədamız he, she, it olduqda, gəlin bunu sizə bu şəkildə daha yaxşı göstərim. Deyək ki, mübtədam IUV olduqda, feil olduğu kimi qalır. Məsələn, I play football every day. Gördüyünüz kimi, feili heç nə etməmişik. Feil olduğu kimi qalıb. They study English. Onlar ingilis dili oxuyurlar. Amma ikincidə feilimiz he, she, itdən biri olduqda feilə ya s, ya yes, ya da I yes artırılır uşaqlar, əlavə olunur. Burada isə məsələn she plays the piano. Gördüyünüz kimi play'in sonuna nə eləmişik? S əlavə eləmişik. She plays the piano. He watches TV. O televiziya izləyir. Məsələn burada gördüyünüz kimi she watches TV-də sonuna S əlavə etmişik uşaqlar. İndi S yaxud S hansı halda, S hansı halda S əlavə eləyək. Deməli, baxırıq ki, uşaqlar, 99% feillərə S artırılır. Məsələn, read, reads, work, works. Bu cür feillər çoxdur. Amma biz sonu
V, S-E. Deməli S, SH, ondan sonra CH. Baxın bu SH-dir, bu CH-dir. Bu SS-dir, bu X-dir, bu SZ-dir. Və bitən feillərə isə S əlavə olunur. Məsələn, Go-nun sonu O ilə bitib. Deməli biz baxın bu O da ən başdakı idi. Go-nun sonu A ilə bitib və biz ona S artırmışıq. Past-in sonu 2 SS'ye bitib. Burada gördüyünüz biz sonuna nə etmişik? S artırmışıq. Deyək, Y, yəni Y hərfi ilə bitən və ondan əvvəl samit olan feillərdə isə Y, İ dəyişilir. Yəni, birbaşa uşaqlar, Y-ni atırıq, İ-S əlavə edirik. Y, İ-yə dəyişilir və sonuna S əlavə olunur. Məsələn, study-də nə etmişik uşaqlar? Study-də Y hərfini silmişik, yerinə İ əlavə edib, sonuna S əlavə etmişik. Karen, amma niyə? Çünki Y-dan əvvəl samit gəlir. Əgərləri mən bu sonuna elə birbaşa S, normal S artırsam bu səhv olar. Niyə? Çünki 3 dənə feil bir-biri ilə yan-yanaşa gəlmiş olar. Nə demək istəyirəm? İndi onu sizlərə gözləyin, göstərim. Məsələn, bayaq study gəlir. Gəlin bura study yazım. Əgərləri mən bura bir dənə də S artırsam, fərqli bir rənglə artırım. Mən 3 dənə fərqli samit görəcəm və bunu tələffüz eləmək mənə çətin olacaq. Ona görə nə edirəm? Mən S əvəzinə, buradan Y yazım. Mən nə edirəm? Mən S əvəzinə Y-ni İ-yə çevirirəm. Y-ni İ-yə çevirirəm və sonuna S artırıram. Bunu unutmayaq uşaqlar. Və bu şəkildə başqa bir şeyimiz də var. Başqa bir feilimiz də var. Məsələn, carry yazıram. Yəni daşımaq. Gördüyünüz kimi elə feilin özündə 3 dənə samit yan-yanaşa gəlir. Əgərləri mən bura bir dənə S əlavə etsəm, 4 dənə feilim yan-yanaşa gələcək. Və mənə bu tələffüzdə 4 dənə samitim yan-yanaşa gələcək. Və tələffüzdə mənə mane yaradacaq. Ona görə nə edirəm? S-i silirəm. Y hərfini İ-yə çevirirəm. Fərqli bir rəng götürüm. Y hərfini İ hərfinə çevirirəm. Və sonuna isə uşaqlar nə edirəm? S artırıram. Əgərlər istəsəniz buna I, E, S də deyə bilərsiniz. İstəsəniz Y-ı İ-yə çevirib S də deyə bilərsiniz. Bu sizin istəyinizdən asılıdır. İndi isə gəlin qaydamıza davam edək. Bəli, uşaqlar, onu sizə izah elədim. İndi isə gəlin növbəti qaydaya gedək. Əgərlər Y, yəni Y hərfindən əvvəl sait gələrsə, sadəcə S artırılır. Gördüyünüz kimi uşaqlar, yəni uşaqlar, burada gördüyünüz kimi play sözündə Y hərfi gəlib. Ondan sonra A sait gəlib. Nə edəcəyik uşaqlar? Sonunda S əlavə edəcəyik, place. Ondan sonra say demək feilidir və ondan sonra sait gəlib. Nə edəcəyik? Sonuna S əlavə edəcəyik. Daha ətraflı present simple izah istəyirsinizsə, kanalımda present simple'ın videosu var və bu açıqlama linkində də olar. Oradan girib baxa bilərsiniz. İndi isə gəlin uşaqlar, davamına keçək. Artıq qaydanı bilirsiniz, indi isə gəlin boşluqlar dolduraq. Buradakı sözlər uşaqlar mətnindən götürülüb. Məsələn, courage is at animal center. Courage şeydir, yəni animal, heyvan mərkəzindədir və yaxud siz bu şəkildə edə bilərsiniz. Is əvəzinə helps də yaza bilərsiniz. Yəni courage helps. Yəni courage kömək edir deməkdir uşaqlar. Heyvan mərkəzinə kömək edir. Ondan sonra isə uşaqlar burada Hannah var. Hannah nə edirdi? Uşaqlara dərs keçirdi. Hannah studies with students. Ondan sonra isə çantaların hər biri $10 dəyərində idi. Yəni costs dəyərində olmaq. Ona görə burada bu şəkildə əlavə edirik. Sonra ona görə S artırırıq ki, backpack çantadır və çantanı əvəz eləsəm itlə əvəz eləyərəm. Hannah adam addı əvəz eləsəm she ilə əvəz eləyərəm. Kara adam addı əvəz etsəm he ilə əvəz eləyərəm. He, she, it ilə bitən sonlarında isə biz nə edirik? S artırırıq. Ona görə burada hər bir feilin sonuna S artırmışıq.
Bunların ilkini isə biz don't və yaxud doesn't-la düzəldirik uşaqlar. Amma indi bizim söhbət he, she, it-dən getdiyinə görə he, she, it-də biz doesn't-dan düzəldirik və feilin sonuna heç bir şey artırmırıq. Doesn't-dan sonra feil olduğu kimi qalır. Sonuna s, is, is artırılmır. Bunu unutmayaq. Məsələn, he doesn't play. Gördüyünüz kimi hepsini artırmamışıq. Amma he'dən sonra biz mütləq doesn't-ı artırmalıyıq. İnkar cümlədən söhbət gedirsə. Tapşırıqlarımızın izahına keçək uşaqlar. Elə hər iki tapşırıqda görünür. Ondan sonra isə burada nə deyir? Hannah doesn't to classroom 6 on Sundays. Demək uşaqlar go və yaxud qaz. Demək doesn't-dan sonra dedik ki, feil olduğu kimi qalır. Ona görə nə edəcəyik? Anı seçəcəyik. Carlos adam adıdır uşaqlar. İndə bənd. Ümumiyyətcə yadınızda saxlayın. Adam adından sonra gələn feillərin sonuna s artıracağıq present simple-da. Zaten adam adı he olacaq ya she olacaq. Onun çox da önəmi yoxdur. Deməli adam adı, adam adından sonra nə edirik? Sonuna s artırırıq. Ona görə B variantını götürmüşük. Yenə Mr. Ratman adam adı və nə edəcəyik? Özündən sonra S olan variantı götürəcəyik. Party adam adı, özündən sonra nə edəcəyik? S olan variantı götürəcəyik. Ondan sonra isə burada biz doesn't görürük uşaqlar. Doesn't varsa nə edirik? Feili olduğu kimi götürürük. Məsələn, buradakı kimi teach A variantı doğrudur. Ondan sonra isə üçüncü tapşırığa baxaq sizlərlə bərabər. Bu isə sırf inkara aid bir şeydir. Burada isə deyək ki, inkar və təsdiqdə qoymalıyıq mötərizəyə əsasən. Məsələn, bura baxın. Carlos doesn't read, not read verdiyinə görə doesn't read yazmışam. At 4 p.m. on Wednesday. Ondan sonra isə uşaqlar, burada nə deyir? Lisa adam adı. Feili sonu nə eləməliyik? IS artırmalıyıq. Niyə? Çünki Y hərfi var. Yəni sonuna qısaca SS, IS-dən birini artırdım. Baxın, hətta burada özdə verib studies olan nə artırmaq lazımdır. Artırıb boşluğa yazdım. Sonra burada not play var. Demək uşaqlar not play varsa doesn't əlavə edib mötərizədəki feili olduğu kimi yazıram. Burada isə doesn't olmamalı uşaqlar. İndi fikir verirəm ki, mötərizədən sonra not yoxdur. Amma bunun təsdiqində nə etməlisiniz? Doğru cavab olaraq helps yazmalısınız. Çünki adam adından sonra gələn feilin sonuna biz nə edirik? S artırırıq uşaqlar. Beləliklə, bugünkü videomuz da bu qədər. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənədək. Bu arada uşaqlar, mən WhatsApp kanalı açmışam. Orada elə bu şəkildə qaydaların izahını daha ətraflı şəkildə paylaşacağım müəyyən izləyici keçəndən sonra. Həmin o WhatsApp kanalına necə daxil ola bilərsiniz? Bir dəqiqəlik videonu izləyəcəksiniz. Bəli uşaqlar, burada kanalın bu şəkildə eləyəndə postlar hissəsinə gəlirsiniz. Postlar hissəsinə daxil olaraq mavi linkə vurursunuz. Orada kanala baxın yazıb. Burada girib bu hissədə belə bir şey yerdə kanalı follow edin yazılır. Oradan follow edərək buradakı məlumatlardan xəbərdar ola bilərsiniz. İndi isə mən kanalın linkini burada sizə açıqlamalar hissəsində yerləşdirəcəm. Məsələn, burada mənim belə bir videom var. Ora daxil olaraq burada əlavə yerində açıqlamalar hissəsində həmin o link olacaq. Bu videonun açıqlamalar hissəsində belə bir şey yoxdur. Görüm hansı videonu qoymuşam. Məsələn, bu belə bir videom var. Bu da 5-ci sinifdir bu arada. Burada qoymamışam. Yəni, ümumiyyətcə, belə bir daxil olsanız, orada açıqlamalar hissəsində tapacaqsınız, yəni, həmin o linki. Burada heç nə yoxdur, amma həmin o videoların burada qeyd edilən insanlar hissəsində həmin o yerdə link olacaq. Oradan girib daxil ola bilərsiniz. Hello children, salam uşaqlar. Bugünkü dərsimiz yeni 5-ci sinif ingilis dili dərsliyinin növbət dərsi olan Unit 6, Lesson 2, bölmə 6, dərs 2, Reading, oxuma bölməsinə aiddir. Gəlin, çox uzatmadan dərsimizə keçək. Uşaqlar, birinci tapşırığımızda bizdə bu gördüyümüz şəkillərdən şəkillərə baxaraq uyğun məlumatları tapdıqlarımızı işarələyib, tapmadıqlarımızı işarələməməyimizi istəyir. Məsələn, uşaqlar, burada Days of the week, həftənin günləri görürük. Məsələn, baxın, mən burada Wednesday 3-cü günü görürəm deyə işarələmişəm. Sonra school subjects, məktəb fənləri deyir. Məsələn, mən burada maths, riyaziyyatı görmüşəm. Ondan sonra science, elmi görmüşəm deyə nə eləmişəm? İşarələmişəm. Teacher's name, müəllimlərin adlarını deyir. Məsələn, mən burada Hannah'ı görmüşəm. Ondan sonra isə burada Mr. Ratman adını görmüşəm. Ona görə onu işarələmişəm uşaqlar. Sonra otaq nömrəsi istəyir bizdən. Otaq nömrəsi olaraq isə mən burada room 23 görmüşəm. Otaq nömrəsi
23 görmüşəm. Ona görə həmin işarəni işarələmişəm. Places at school məktəbdəki yerləri deyir. Məsələn, deyir ki, məktəbdə laboratoriyadadır. Ondan sonra isə the music classroom deyir. Ona görə bu yazıları görüb. Places at school işarələmişəm. Ondan sonra isə bizdən time vaxtı istəyir. Vaxt nədir uşaqlar? Burada 4 saat 4'ü görmüşəm. Burada isə saat 3'ü görmüşəm. Nə eləmişəm? Onu işarələmişəm. Student name bizdən şagirdin adını görüb işarələməyimizi istəyir uşaqlar. Burada isə musiqi dərsində məsələn Linda'nın, Classis'in, Alex'in adları var. Classis'in, Alex'in adları var. Bunları görüb işarələmişəm uşaqlar. Amma school name həmin bu school məktəb elanları hansı məktəbdədir onu bilmirik. Ona görə onu işarələməmişəm uşaqlar. İndi bir də var da mən xəstəyəm, səsim pis çıxa bilər. Bunun üçün başdan üzr istəyirəm. Ondan sonra isə buradakı yazıya baxırıq. Bunun xəbərmi yoxsa məktəb reklamları, məktəbin reklam lövhəsi olduğunu mu deyir. Təbii ki, bu məktəbin reklam lövhəsidir uşaqlar. Ona görə nə edirik? School bulletin board'u seçirik. İndi isə gəlin çox uzatmadan bunları oxuyaq və ondan sonra isə suallarımızı cavablayaq. Deyir, attention all science students. Bütün həyat bilgisi ilə maraqlanan şagirdlər. Mr. Rothman doesn't think science is a normal way. Mr. Rothman elmi, həyat bilgisini normal yolla öyrətmir. He works with projects. O layihələrlə işləyir. Come to the science project on Friday. 5-ci gün həyat bilgisi layihəsinə gəlin. At 8 p.m. saat 8-də. Don't forget your lab classes. Öz laboratoriya paltarınızı unutmayın. Ondan sonra isə buradakı musiqi dərsində, music classda. Come and listen to the band. Gəl və musiqi bəndinə, musiqi qrupuna qulaq as. When, nə zaman? Wednesday, 3-cü gün. What time, nə vaxt? 4 p.m. Günorta üstü saat 4'də. Və ya harada? The music classroom. Musiqi sinfində. Linda plays the guitar. Linda gitarla məşğul olur, gitar çalır. Klaus plays the drums. Klaus navara çalır. Alex doesn't play an instrument. Alex heç bir musiqi aləti ilə məşğul olmur, çalmır. But he is a good singer. Amma o yaxşı müğənnidir. Ondan sonra isə deyir ki, are you a dog or a cat person? Sən it yoxsa pişik insansan? Come and help at the animal center. Gəl və heyvanlar mərkəzinə kömək et. Courage from 10th grade, 10-cu sinifdən Courage helps at the animal center on Saturdays. 6-cı günləri orada heyvanlara kömək edir. Daha çox informasiya deyil. Otaq 23, hər gün saat 3'də və oradakı uşağın adını yazıb Courage. Ondan sonra isə uşaqlar buradakı elanımıza baxaq. Problems with math, riyaziyyat ilə problemi olanlar. Come and visit Hannah. Gəlin və Hannah'nı ziyarət edin. Our math expert. Bizim riyaziyyat ekspertimiz. On Tuesdays, she is in classroom 6. Hər deyək ki, ikinci gün o otaq 6'dadır. From 3 p.m. 4 p.m. Hər ikinci gün saat 3'dən 4'e kimi o otaq 6'dadır. She studies with students and teaches them practical math tips. O uşaqlarla öyrədir və onlara riyaziyyat növlərini məşq etməkdə kömək edir. Become a math expert like a Hannah. Siz də Hannah kimi riyaziyyat eksperti olun. Sale satmaq, buradakı çantalardan. Each backpack costs $10. Hər bir çanta $10'dır. All colors, all designs. Bütün rənglər, bütün dizaynlar. To order your new backpack. Öz təzə çantanı sifariş ver. Write to me at gmail.com or text me at 555-9436. Deyirmə bu e-maillə yazın ya da ki 555-9436 nömrəsinə mesaj göndərin. Biz bunu oxuduq və bütün məlumatlar haqqında məlumatımız oldu. İndi isə gəlin bunun haqqında sualları sizlərlə cavablayaq. Hansı suallar deyə soruşsanız bunun altında verilmiş buradakı suallar.
Biraz yaxınlaşdırım ki, həmin o sualları televizordan falandan baxanda daha rahat görəsiniz. Deməli uşaqlar, burada deyir ki, Ruben has a problems with algebra. Algebra riyaziyyatın bir növüdür. Deyir ki, Rubenin həmin bu riyaziyyat növü ilə problemi var. Biz ona deyə bilərik ki, get riyaziyyatla bağlı Hannah'a müraciət et. Ondan sonra isə deyir ki, Carl doesn't have a school bag. Carl'ın çantası yoxdur. Biz onu çanta dükanına göndərə bilərik. Tom has a new lab classes. Tom'un yeni laboratoriya paltarı var. Biz onu laboratoriya proyektinə göndərə bilərik. Sonra deyir ki, Nozomi is at school at 4 p.m. on Wednesday. Nozomi hər 3-cü gün saat 4-də məktəbdədir. Biz onu musiqi yerinə göndərə bilərik. Çünki 3-cü gün və 4-də musiqi bəndi var. Ondan sonra isə deyir ki, Jenny has a cat and is free all Sundays. Jenny'nin pişiyi var və o hər 6-cı gün boşdur. Biz onu heyvan mərkəzinə göndərə bilərik. Yəni həm öz heyvanı ilə məşğul olsun, həm də digər heyvanların qayğısına qalsın. 4-cü tapşırıqda isə oradakı elanlarla verilmiş səhv məlumatları düzəltməyimizi istəyir. Məsələn, the science project is on Thursday. Deyir ki, elm layihəsi saat Thursday 3-cü gündür, amma elm layihəsinin saat 5-ci gün olduğu, onu Friday olduğu vurğulanırdı. Ona görə nədir uşaqlar? Bu cümlə səhvdir, ona görə əvəzinə Friday olmalıdır. Deyir ki, musiqi dərsi saat 5-dədir. Music class is at 5 p.m. Saat 5-də deyil uşaqlar. Saat 4-dədir burada vurğulandığı kimi. Ondan sonra isə hər bir çantanın $15 olduğu deyilir. Lakin çanta $15 deyil, $10'dır burada vurğulandığı kimi. Deyir ki, Hannah is a student. Hannah riyaziyyat tələbəsidir. Uşaqlar, Hannah deməli şagird deyil, Hannah müəllimdir. Ona görə burada math expert yazırıq. Ondan sonra isə deyir ki, heyvan mərkəzi hər gün kömək edir. College heyvanlara hər gün kömək edir. Xeyr, yalnızca hər 6-cı gün kömək edir. Beləliklə, bugünkü dərsimizdə bu qədər idi. Mən bugün sizlərə səhifə 68 izah elədim. Növbət dərsimizdə isə sizlərlə present simple izah eləyəcəyik. Əgər növbət dərsimizə baxmağı düşünürsünüzsə, ilk öncə present simple videoma baxmağınızı tövsiyə eləyərəm. Bir də uşaqlar, mənim WhatsApp kanalım var. Orada isə müəyyən izləyici sayını keçəndən sonra hər gün testlər paylaşmağı göndərəcəm. Həmin o kanala incə daxil ola bilərsiniz. Bundan sonra bir dəqiqəlik o videoya baxacaqsınız.